Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, bugün hazırladığım belə bir gözəl 2 rəqəmli tortu sizlərlə də bölüşürəm. İnşallah siz də baxıb bu tortumdan yararlanarsınız. Keçirik tortun hazırlanmasına. Hamla mən belə bir trafaret hazırladım. A4 kağızından. Sonra isə üzərinə qoyuram və kəsirəm. Asan üsulunu sizə də izah edirəm ki, siz də əziyyət çəkməyəsiniz. Və bu qayda ilə kənarlarını kəsib götürürəm. Tortu axşamdan yığmışam. Xanımlar, tort özünü tutub gördüyünüz kimi tortun üzərində belə işləmək rahat olur xanımlar. Oradan əgər tortu hazırlayıb oradan da kəsib doğrasanız bu cür asan hazırlaya bilməyəcəksiniz. Odur ki, əvvəlcədən tortu yığın, səhər isə kəsib formaya salın. Artıq 2 rəqəmimiz hazırdır. Kənarlarından çıxan da evdə ailənizlə, uşaqlarınızla çay için. Sonra üzərini qanaşlayıram xanımlar. Qanaşın da hazırlanma qaydası kanalda var. İnşallah videonun alt bölümündən də paylaşaram. Sonra isə yavaş-yavaş az-az, əvvəlcə az-az krem çəkirəm. Xırda biskvit tikələri örtülsün. Haradakı boş qalıb xanımlar, onlara da yerdə qalan biskvitdən kənarlarına biraz doldurdum. Gözün ayaq tərəfi və içinin uç tərəflərini eyni bərabərə saldım. Soyuducuya qoyuram. Sonra isə götürüb yenidən üzərinə biraz da qanaş çəkirəm. Hər dəfə çəkəndə az-az çəkirəm xanımlar. Bu dəfə 3 dəfə çəkdim qanaşı. Budur axırıncı finişli qanaşını çəkirəm. Çox da bol da çəkməmişəm. Çünki xanım çəkini az istəyib. Onu da deyim ki, 20-nin 30'a diametrli düz bucaq formasında olan formada hazırladım biskviti. Elə onun içərisində də yığdım və bir gecə soyuducuda dinlətdim. İki rəqəminin tinləri iti olduğu üçün xanımlar üstünü pramoy örtmək olmur sırası. Odur ki, bax belə əvvəlcə üst hissəsini kəsib çıxardırıq. Onsuz da əgər o tinlərinə keçirdərkən nə qədər də edəsən, bax o yumruğunun orta hissəsi, içinin orta hissəsini yırtılır. Odur ki, onu kəsib götürsəniz daha gözəl olar. Artıq şəkər xəmirini kəsib qayçı ilə üst hissəsindən də çıxardıram. Ayaq hissəsinə isə elə necə örtmüşəmsə o qayda ilə örtürəm. Əsas bu hissələri çox kaprizli olur. Şəkər xəmiri yırtılır. Ütüləyirəm. Sonra isə ütüdə də biraz uzanır. Və hər bir tərəfini eyni bərabərə gətirib çıxartdım. Yenidən üst hissəsinə olan şəkər xəmirlərini də kəsib götürəcəm inşallah. Bacardığım qədər ütü ilə də şəkər xəmirini torta yapışdırıram. Budur. Artıq şəkər xəmirini kəsib götürdüm. Uşağın dekorları yəni açıq salat rəngi olduğu üçün xanım belə istədi. Mən də bu rəngdə hazırladım. Kənarlarını bir balaca su ilə nəmləşdirirəm və kənarlarına belə dekorlar vururam. Yəni kimin əlinin altında hansı dekor varsa, nazik uzorlar, ondan da istifadə edə bilər. Üst hissəsinə də yəni eyni dekorun nazik balaca formasını kəsib
xırda dairələr kəsmişəm və bunu da tortun üzərinə yapışdırıram. Əsas sizin üçün kəsilmə qaydasını istədim ki, görsədəm. Əsas kəsilmə qaydasıdır. Dekor hər kəsin özünə qalıb. Necə istəsəniz o cürdə bəzəyə bilərsiniz, xanımlar. Heç bir çətinlik yoxdur. Üzərinə isə xanım xırda maşınlar istəmişdi. Bunu da qəlibdən çıxartmışam. Belə bir gözəl tort alındı. Balamızın adını yazıram. Yavaş-yavaş bu videonun da axır hissəsinə xanımlar gəldim, çıxdım. İnşallah videomdan yararlanarsınız və mənim də əziyyətimi dəyərləndirərsiniz. Fikirlərinizi bölüşərək kanalıma dəstək olsanız, İnşallah çox məmnun olaram. Çalışın, sizin üçün asan bir şeydir. Öz sosial şəbəkələrinizdə mənim bu tortlarımı nə qədər yaysanız, bir o qədər gözəl olar inşallah. Allaha əmanət olun. Yeni videolarda görüşənə qədər. Hələlik.